Və bir insana dünya var dövlətinin verilməsi o demək deyil ki, Allah onu sevir. Bu o demək deyil. Çünki Allah dünyanı istədiyinə də verir, istəmədiyinə də. Bu Allahın hikməti və ədalətinə görədir. Lakin Allah yalnız hidayəti istədiyi qullarına verir. Sevdiyi qullarına verir. O hidayəti qorumaq artıq bizə gərəklidir, vacibdir ki, onu qoruyaq sona qədər. Çünki hidayət hər insana verilmir. Allah o insanı seçir, o hidayəti ona verir, onun bəsirətini açır və səni onu cənnətinin yoluna yönəldir. Çünki cənnətin yolu bir dənədir, qalan nə qədər yollar var. Özünüz görürsünüz ki, nə qədər insanlar var ki, hər kəs öz yoluna çağırır. Hər kəs öz yoluna dəvət edir. Lakin cənnətin yolu bir dənədir. Allah onu kimə müvəffəq edibsə, o xoşbəxt insandır. Yəni, hidayət elə bir nemətdir ki, Allah onu peyğəmbərlərə verib. Və onu peyğəmbərlərin nemət verdiyi kəslərin yolu adlandırıb. O yol ki, o yolda bizdən qabaq İbrahim əleyhissalam gedib, Musa əleyhissalam gedib, İsa əleyhissalam gedib, Muhammed sallallahu aleyhi və səlləm gedib, sahabələr gedib. Bu yol şərəfli yoldur. Ona görə bu yola görə sən fəxr eləməlisən, sevinməlisən və Rəbbivə şükür etməlisən buna görə. Lakin var dövlət qarunlara, fironlara verilib. Amma aqibətləri nə olub? Məhv olub gediblər. Lakin bu ayədə nə gəlir? Gözəl aqibət kimindir? Allahdan qorxanlarındır. Və başqa bir ayədə Allah Subhanahu taala buyurur ki: "Və la tufsidu fil ardi ba'da islahiha." Yer üzü islah olduqdan sonra orada fəsad törətməyin. Yəni burada fəsad deyilərkən başda şirkdir. Şirk ən böyük fəsaddır. Yer üzərinin, yer əhlinin halının pozulmasının əsas səbəbi şirkdir. Çünki şirk olub, nə baş verir sonra? Allah Azza və Cəllə dərhal kim göndərir? Peyğəmbərlər göndərir. O peyğəmbərlərə tabe olan qövmləri Allah bağışlayıb, islah edib, onlara tabe olmayanları isə Allah məhv edib, məhz şirkə görə. Onlar yer üzərində, qayalarda evlər düzəldirdilər. Orduları var idi. Lakin Allah üçün bunların heç bir önəmi yox idi. Və sonra günahlardır yer üzərində fəsad. Böyük günahlar. Yer üzərində fəsadın baş verməsinin əsas səbəbi günahların çoxalmasıdır.